Salam uşaqlar, necəsiz? Hazırsınız yarışmaya? Komandanın kapitanı kimdir? Özünü təqdim elə. Mən Orucova Zeynəb, Sumqayıt şəhəri 6B sinifində oxuyuram, 21 nömrəli məktəbdə. Sinif yoldaşlarımla bir yerdə gəlmişəm. Əsmər, Nuray, Şükufə, bir də Cülyətər. Bütün komandalara uğurlar arzulayıram. İnşallah yaxşı keçər. Oldu, çox sağ olun, uğurlar sizə. Salam uşaqlar, necəsiz? Xoş gəlmisiniz. Yaxşı. Hazırsınız yarışmaya? Bəli. Komandanın kapitanı kimdir? Mənəm. Təqdim elə özünü. İxtiyarov Nihat, komandanın kapitanı mənəm. Hər kəsə uğurlar, başda öz komandamız olmaqla. Yarışa çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, qazanacağıq. Hansı məktəbdən qoşulmusunuz? Təbiət elmləri Tamari Gimnaziyası. Hansı sinifdir? 6C sinif. Afərin sizə. Uğurlar uşaqlar. Çox sağ olun. Salam uşaqlar, xoş gəlmisiniz. Sağ olun. Necəsiz? Hazırsınız yarışmaya? Kapitan kimdir? Özü təqdim elə. Hansı məktəbdən gəlmisiniz? Nə arzuluyursan uşaqlara? Salam müəllim, mən Ağazadə Orta məktəbindən gəlmişəm. Mən inanıram ki, bu gün biz bu oyunu udacağıq. Və biz ayrı-ayrı məktəblərdən uşaqlar yığmışıq və inanırıq ki, bu oyunu udacağıq. Tam hazırsınız yarışmaya? Bəli müəllim. Afərin, uğurlar uşaqlar Sağ sizə. olun. Salam uşaqlar, necəsiz? Xoş gəlmisiniz. Hazırsınız yarışmaya? Ən çox hansı fənni sevirsiniz burada? Bir ana dili, digərləri riyaziyyat. Komandanın kapitanı kimdir? Özü təqdim elə zəhmət olmasa. Hansı Mən məktəbdən Qəhrəmanlı gəldiniz? Zəhra, 21 nömrə Bəşərdən gəlmişik. Hər kəsə uğurlar arzu edirəm. Hansı sinifsiz orada? 6B. 6B. Uğurlar uşaqlar. Sağ olun. Salam uşaqlar. Xoş gəlmisiniz. Necəsiz? Hazırsınız yarışmaya? Komandanın kapitanı kimdir? Buyur, özü təqdim elə zəhmət olmasa. Mənim adım Şəkərova Mehribandır. Bu da qrup üzvlərimiz. Paşazadə Fatimə, Məmmədzadə Aysil, Rəhmanov Yusif, Cəbrayıllı Mələk. Hansı məktəbdən gəlmisiniz? Təbiət elmləri Təmayüllü Hansı sinifdir? Gimnaziya 6B. Afərin. Uğurlar uşaqlar sizə. Sağ ol. Dünya görüşündən 200 ballı sualı səsləndirildi. Bu canlılar təbiətin ən maraqlı və sirli varlıqlarından biri olaraq dünyamızın hər yerində müxtəlif növ və rəngdə tapıla bilər. Onların səsləri, onların cinsini, yarışını və hətta vəziyyətini əks etdirə bilərək çox müxtəlifdir. Hər bir növün özünə məxsus bir səsi vardır. Təbiətdə, meşədə və çay kənarında rast gələn bu canlılar quruda yaşaya bilsələr də əsasən nəm yerlərdə yaşayırlar. Çünki dəriləri quruyarsa yaşaya bilməzlər. Uşaqlar, dünya görüşündən 100 ballı sual oxuyuram. Bu suallarda sürət tələbatının tekstil qaçması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmış qidalanma mənbəyi Sarmaçay, Bəlbələçay və Quryalçay çaylarından su götürən Samur Abşeron kanalıdır. Bu sualların içməli su mənbəyi olduğuna görə 1960-cı ildə onun ətrafında 3 dolardan ibarət sanitar mühafizə zonası yaradılmışdır.
böyük şəhərləri su ehtiyatı ilə təmin edən bu su anbarının adı nədir? Mən seçəcəyim sual Azərbaycan dili 100 bal. Aferin. Gözünüzü
Mən İxtiyarov Nihat, komandanın kapitanıyam. Biz Təbiət Elmləri Təmayül Gimnaziyasından qatılırıq yarışa. Hazırda inanıram ki, dostlarımla mənlə eyni fikirdədirlər. Biz çox xoşbəxtik. Rəqiblərimiz çox güclüydülər, lakin biz qalib gəldik. Onlarla yarışmaq çox zövqlü idi, maraqlı idi. Aferin inşallah. Başqa kimsə sözü var? Var sözü səndə. Mən buradan atamı salamlayıram. Çünki mənim atam Kanadadır və o Kanadanın sayəsində biz 500 bal salıb daha doğrusu dünya görüşü. Aferin inşallah. Başqa kimsə sözü var? Təbrik edirəm uşaqlar sizi. Çox sağ olun. Uğurlarınız bol olsun. Beşer, beşli,